Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bu həftə verilişin efirində xoş gördük hər birinizi. Regionda və dünyada baş verən ən son yenilikləri mən sizə çatdıracağım. Əvvəlcə anonslara nəzər salaq. Azərbaycan Qafqazda Çin səddi çəkir. Qərbin regionuna pəncərəsi tam qapanır. Pekindən hansı mesajlar verildi? Çinin Urumçi şəhəri ilə Naxçıvan şəhəri qardaşlaşdı. Əlaqələr daha da möhkəmlənəcək. Melanie Jolie qərəzi. Rəsmi Bakı Kanada Xarici İşlər Nazirini hansı bəyanatına görə sərt tənqid etdi? Ermənistan parlamentində oynanılan dava tamaşası nəyin ismarıcıdır? Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Rəsmi Bakı beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Bu mənada Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Aprelin 22-sində dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gəlib. Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və 1-ci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Wei və digər rəsmi şəxslər qarşıladılar. Sədr Xi Jinping Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyannamə məmnunluqla xatırlandı. Bugün dövlət başçıları tərəfindən imzalanacaq birgə bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Çin Xalq Respublikasının sədri Azərbaycanın Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinə sədrliyini məmnunluqla vurğulayaraq bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi. Görüşdə Azərbaycanın və Çinin daim bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı vahid Çin siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu. Xi Jinping COP29-un Azərbaycanda uğurla keçirilməsi və qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladı. Dövlətimizin başçısı öz növbəsində Xi Jinpingin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxundu. Ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi. Artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Görüşdə hökumətlərarası komissiyanın sonuncu iclasına toxunuldu. Humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyyəmizin son dövrlərdə 20%-dən çox artması müsbət qiymətləndirildi. Çin Xalq Respublikasının sədri bir kəmər, bir yol layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırladı. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu. Son dövrlərdə orta dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı. Strateji tərəfdaşlığa dair birgə bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın qlobal təhlükəsizlik, qlobal inkişaf və qlobal sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi. Bununla bağlı əməkdaşlıq məsələlərinə toxunuldu. Xi Jinping Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.
Görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulandı. Bugün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın əhəmiyyətinə toxunuldu, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirildi. Qeyd olundu ki, münasibətlərimiz qısa vaxtda, bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir. Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edildi. Siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20% artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ay ərzində əmtəə dövriyyəsinin 40%-ə yaxın çoxalmasından məmnunluq bildirildi. Dövlətimizin başçısı qeyd etdi ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini dedi. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin vahid Çin siyasətini daim dəstəklədiyi qeyd edildi. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunuldu. BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulandı. Dövlətimizin başçısı bu xüsusda dedi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib. Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes forumunun keçirilməsi xatırlandı. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulandı. Çinin baş naziri orta dəhlizin əhəmiyyətinə toxundu və bu marşrut üzrə daşımaların artmasını qeyd etdi. Azərbaycan və Çinin orta dəhlizin yükөtürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunuldu. Görüşdə bərpa olunan enerji sahəsində həmçinin neft-qaz sektorunda Azərbaycanla Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edildi. Bu sahədə böyük investisiya imkanlarının olduğu bildirildi. Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə olundu. Li Chang qeyd etdi ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sayəsində humanitar dəstək göstərməyə hazırdır. Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunuldu. Bunun insanlar arası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin rəqəmsal transformasiya və rəqəmsal inkişaf konsepsiyasını dəstəklədiyi vurğulandı. Söhbət zamanı mədəni humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olundu. Abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hər iki ölkənin dövlət himnləri səsləndirildi. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Pekinin mərkəzində Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır. Çin Xalq Respublikasının qurulmasının 10-cu il dönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var. Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur. Bəli, Azərbaycanın xarici siyasət doktrinası balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan model üzərində qurulub. Bu yanaşma illərdir Azərbaycanın dünya ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Ölkəmiz strateji mövqeyi ilə müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutmaqdadır. Bu mənada Pekin Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır və bu yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır. Həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Aprelin 23-də iki ölkənin lideri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalayıb. Eyni zamanda dövlət liderləri iki ölkə arasında münasibətlərin strateji xarakter alması barədə bəyanatlar səsləndiriblər. Çin Xalq Respublikasının sədri Si Jinping Pekində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib ki, ölkələrimiz hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə bir sıra əməkdaşlıq sənədlərinin imzalanması iki tərəfli münasibətlərin genişlənməsinə kömək edir. İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək, deyə o vurğulayıb. Şübhəsiz ki, Azərbaycanla Çin arasında əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütün Avrasiya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Çin arasında strateji yaxınlaşma bu gün demək olar ki, bütün əsas sahələri siyasi dialoqdan nəqliyyat logistikasına, mədəni mübadilədən beynəlxalq təhlükəsizliyə qədər əhatə edir. Liderlər səviyyəsində etimad, iqtisadi göstəricilərin sabit artımı, qlobal arenada qarşılıqlı dəstək, suverenlik və hörmət prinsiplərinə qarşılıqlı sadiqlik bu tərəfdaşlığı Azərbaycanın xarici siyasətinin dinamik inkişaf edən istiqamətlərindən birinə çevirir. Prezident İlham Əliyev və sədr Si Jinpingin səsləndirdikləri bəyanatlar görüşlərin uğurlu nəticələri, əməkdaşlığın yeni istiqamətini müəyyənləşdirib. Qeyd edək ki, münasibətlər daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır. Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Hər iki tərəf siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidir. Eyni zamanda hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır, deyə Çin sədri qeyd edib. Tarixə nəzər salaq. İki tərəfli əməkdaşlığa ilk təkan 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə səfəri ilə verilib. Sonrakı illərdə tam hüquqlu əməkdaşlıq arxitekturası üçün təməllər qoyuldu. Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdəki səfərləri bu tendensiyanı daha da gücləndirdi və onların hər biri əvvəlkindən daha geniş və əhatəli gündəliyə malik olmaqla Azərbaycanın təkcə Çinlə tərəfdaşlıqda maraqlı olmadığını, həm də uzun müddətli işləməyə hazır olduğunu nümayiş etdirdi. Azərbaycan dövləti başçısının Pekinə səfəri də bu xəttin simvolik davamıdır. Bu səfər qarşılıqlı hörmətin təsdiqi olmaqla yanaşı həm də yeni təşəbbüslər, ticarət, turizm, təhsil, təhlükəsizlik sahələrində platform olacaq. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, o bütün sahələrdə əməkdaşlığı gücləndirməyi gözləyir və Çinli tərəfdaşlar da eyni dialoqa hazırdılar. Yeri gəlmişkən, səfər çərçivəsində Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın imzalanması xüsusi qeyd edilməlidir. Bəyanatda qeyd olunub ki, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətlər yüksək həddədir. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası
Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Tayvanın dırnaqarası müstəqilliyinin istənilən formasına qətiyyətlə qarşı çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin də Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Tərəflər strateji orientir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər. Azərbaycan prezidenti Si Jinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi. Əminliklə deyə bilərik ki, Azərbaycan prezidentinin Çinə dövlət səfəri ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək. Xüsusilə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın imzalanması münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır. Beləliklə, reallıq odur ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin Çin televiziyasına müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xəttlə inkişaf edir. Strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Dövlət başçısı Çin telekanalına müsahibəsində ölkəmizin hədəflərini dünyaya bir daha bəyan etdi. Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır. Bununla bağlı rəsmi sənəd imzalanıb. Bəs qurulan bu əlaqələrin gələcək perspektivləri nələrdir? Ətraflı reportajdan izləyək. Aprelin 23-də Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar rayonunun Urumçi şəhərinin qardaşlaşması ilə bağlı Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Jinpinin iştirakı ilə sənəd imzalanıb. Naxçıvanla Urumçinin qardaşlaşması bir çox sahədə əməkdaşlıq və inkişaf perspektivləri vəd edir. Belə ki, ticarət mübadiləsinin artırılması, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı və sənaye məhsullarının idxalı sahələrində əməkdaşlığın genişləndirilməsi mümkündür. Hər iki bölgə türk dilli xalqlara məxsus zəngin mədəniyyətə sahibdir ki, bu da ortaq tarixi və mədəni irsin tanıdılması, mədəniyyət günləri və festivalların təşkil edilməsi, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün əhəmiyyətlidir. Urumçi və Naxçıvan arasında əlaqələr qarşılıqlı turizm axınına və iqtisadi canlanmaya töhfə verə bilər. Təhsil müəssisələri arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və elmi tədqiqatların birgə aparılması baxımından potensial inkişaf sahələridir. Naxçıvan şəhərinin Çinin Urumçi şəhəri ilə qardaşlaşması ikinci analoji haldır. Çünki 2015-ci ildə də Naxçıvan Çinin Chunçin şəhəri ilə qardaşlaşıb və artıq 10 ildir ki, adı çəkilən şəhərlər arasında əlaqələr mövcuddur. Beləliklə, Naxçıvan şəhərinin Sincanın siyasi, iqtisadi, sənaye, enerji və xidmət sektorunun mərkəzi hesab edilən Urumçi şəhəri ilə qardaşlaşması da Azərbaycan-Çin münasibətlərində yeni mərhələ olmaqla hər iki bölgənin inkişafına da mühüm töhfələr verəcək. Prezident İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallası qəbul edib. Kaja Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini dedi. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dedi. Cənub qaz dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxundu. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünün qazla təchiz edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Cənub qaz dəhlizi məşvərət
Məişət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoq mövcud olduğunu deyən dövlətimizin başçısı bərpa olunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Bu xüsusda Prezident İlham Əliyev qeyd etdi ki, Xəzərin Azərbaycan sektorunda ölkəmiz zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğuladı ki, eyni zamanda Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Transxəzər bərpa olunan enerji dəhlizinin inkişaf etdirilməsi və Qara Dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin inkişafında mühüm rol oynayır. Azərbaycan prezidenti bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Söhbət zamanı həmçinin Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd etdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı. Dövlət başçısı aprelin 25-də həm də ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Dövlətimizin başçısı Feridun Sinirlioğlunu ATƏT-in baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı. ATƏT-in baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə əlaqədar əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdıraraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi. Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu. Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın hərbi və siyasi yollarla ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki yekun aktının beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu dedi. Görüşdə Azərbaycanla ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada Xarici İşlər Naziri Melanie Joly'ni qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmisi sosial şəbəkədə paylaşım edib. Mətbuat katibi Ayxan Hacızadə Kanada Xarici İşlər Naziri Melanie Joly'ni kəskin tənqid edib. O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib. Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, Xarici İşlər Naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur, deyə o bildirib. Azərbaycan Xarici Siyasət İdarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə Joly hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış 1 milyondan çox azərbaycanlının əzablarını tanımayıb. Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş 1 milyondan çox azərbaycanlının əzablarını tanımamısınız, deyə o vurğulayıb. Ayxan Hacızadə həmçinin bir aforizmə istinad edib. Necə də dəqiq deyilib. Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır. O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb. Kiçik bir xatırlatma. Həmişə faktlara əsaslanın. Erməni diasporunun yalan narrativlərinə yox. Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub. Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavabı idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəldilmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. Mülki əhali və infrastruktur hədəfə alınmayıb. Erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub, deyə o əlavə edib. Azərbaycan antiterror əməliyyatı zamanı mülki əhalinin zərər çəkmədiyini dəfələrlə xatırladıb. Amma nədənsə Joly kimilər qazanda bişənin nə olduğunu bilmədən mənə də çəkin deyirlər.
Bir dəfə də olsun 1 milyondan çox azərbaycanlının qaçqın düşməsindən danışmayan Melanie Joly'nin fikirləri cəfəngiyatdan və qərəzdən başqa bir şey deyil. Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb. Məlumata görə qarşıdurma Hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları ilə müxalif Ermənistan parlament fraksiyasından olan həmkarları arasında olub. Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib. Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan Ermənistan fraksiyasının tərkibinə daxil olan müxalifətçi Daşnakstyun partiyasının nümayəndələrinə qarşı tənqidi fikirlər səsləndirmişdi. Ermənistan partiyasından olan deputat Artsvik Minasyan bildirib ki, onun siyasi qüvvəsi soyqırımın inkarına görə cəza nəzərdə tutan qanun layihəsini hazırlayır. Qarşıdurma ilə əlaqədar Simonyan 20 dəqiqəlik fasilə elan edib. İclas zalında vəziyyət sabitləşib. Mart ayında isə baş nazir Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə verdiyi müsahibədə 1915-ci ildə Osmanlı İmperiyasında dırnaqarası erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasət prioritetlərinə daxil olmadığını bildirmişdi. Qeyd edək ki, ermənilər aprelin 24-ünü soyqırımı günü adlandırırlar. Dünyanın müxtəlif ölkələrində ermənilər bununla bağlı tədbirlər keçirir, Türkiyə və Azərbaycana qarşı şüarlar səsləndirirlər. Ermənilər Azərbaycan torpaqlarını işğal edərək dırnaqarası böyük Ermənistan qurmaq, Türkiyəyə ərazi iddiaları, soyqırımı kimi saxta iddialar əsasında ideoloji sistem qurmuşdu. Azərbaycan torpaqlarını işğaldan azad etməklə ermənilərin məşhur ermənilik düşüncə sistemini və bu sərsəm ideologiyanı puça çıxardı. Etnosun mifləri dağıldıqca bu ideyanın daşıyıcıları, təbliğatçıları məyus olur. Digər tərəfdən, saxta soyqırımını parlament, hökumət səviyyəsində qəbul edənlər, bu xülya ilə bağlı ermənilərə dəstək verənlər indi də özlərini fərqli üsullar tətbiq etməklə göstərirlər. Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. Onlardan 71-i Hakim Vətəndaş Müqaviləsi fraksiyasının təmsilçisidir. Müxalifət olan Ermənistan fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, boz kardinalı isə Robert Köçəryan sayılır. Fraksiya təmsilçiləri həm də müəyyən mənada Rusiya meyilli olduqlarını da gizlətmirlər. Müxalifət soyqırımı məsələsi və konstitusiyanın dəyişdirilməməsi ilə bağlı Nikol Paşinyanı təzyiq göstərir. Hökumət başçısı da bunları xalqın məsələyə münasibəti kimi qələmə verməklə Ermənistanın müstəqilliyi haqqında konstitusiya aktından gələcək əsas qanunda istifadə etməyəcəklərini bildirir. Paşinyan xarici siyasətdə də saxta soyqırımı yerli səviyyədə qeyd etmək istəyir. Azərbaycan Ermənistan qarşısında iki əsas şərt qoyub. Konstitusiyanın dəyişməsi, ATƏT-in Minsk qrupunun ləğvi. Parlamentdəki dava isə Rusiya yönlü müxalifətin bu şərtlərin təmin olunmasına qarşı çıxaraq ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışmasıdır. Çünki Ermənistan fraksiyası Paşinyan hökumətinə təzyiq etmək, siyasi qüvvə kimi ayaqda qalmaq üçün ideya boşluğu yaşayır. Belə düşünmək olar ki, hökumət başçısı da müxalifətin bu hayküyündən bəhrələnərək Azərbaycanla danışıqlarda şərtləri həyata keçirməmək üçün vaxt udmağa çalışır. Ermənistan parlamentdəki belə dava şousu ilə özünü demokratik göstərmək istəyir. Ancaq əlbəyaxa olmaq, boğuşmaq, qarşılıqlı təhqirlər demokratik dəyərlərdən sayılmır. Deputatların əlbəyaxa olması Ermənistan cəmiyyətinin, dünya ermənilərinin sülhə, əməkdaşlığa hazır olmadığını göstərir. İndi isə dünyada baş verənlərə nəzər salaq. Xarici xəbər vaxtıdır. Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A istifadəyə verilib. Bununla bağlı keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edib. Fevralın 17-sindən bəri Türksat 6A vasitəsilə icra edilən test yayımları uğurla tamamlanıb. Peykin xidmət göstərdiyi ərazi Hindistan, Tayland, Malayziya və İndoneziyanı əhatə edəcək və ən azı 15 il müddətində xidmət göstərə biləcək. Qeyd edək ki, bununla Türkiyə rabitə peyki istehsal edə bilən 11 ölkədən biri olub. Krım illər əvvəl Prezident Barack Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil. Bu sözləri ABŞ Prezidenti Donald Trump deyib. O, Ukrayna Prezidenti Volodymyr Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib. Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə, niyə 11 il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı?
Ərazidə həmçinin Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub. Məhz Zelenskinin bu açıqlaması kimi qızışdırıcı bəyanatlar müharibənin həllini çətinləşdirir. Onun öyünmək üçün bir şeyi yoxdur. Ukrayna üçün vəziyyət ağırdır. O ya sülh əldə edə bilər və ya bütün ölkəni itirənə qədər daha 3 il mübarizə apara bilər, deyə Trump belə bildirib. Moskva Vaşinqtonla dialoqu bərpa etməyə hazırdır, lakin təkcə sözlərə etibar etməyəcək. Bu barədə TASS müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Shoygu bildirib. Onun sözlərinə görə ABŞ prezidenti Donald Trumpın administrasiyası Rusiya ilə iki tərəfli münasibətləri bərpa etmək üçün müəyyən addımlar atır. Amerikalıların nizamlanma tələb edən yığılmış sistemli problemləri həll etməyə hazır olub-olmadığını zaman göstərəcək. Bu proses mürəkkəbdir və heç də sürətli deyil. Birləşmiş Ştatlarla qarşılıqlı əlaqəmizin tarixi göstərir ki, şifahi təminatlara deyil, yalnız konkret hərəkətlərə və faktlara etibar etmək olar, deyə Shoygu bildirib. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 45 Fələstinli həlak olub, 100-dən çox insan yaralanıb. Bu barədə tibbi mənbələr məlumat yayıb. Anklavə endirilən zərbələr nəticəsində ölənlərin sayının artacağı ehtimalı var. Xatırladaq ki, martın 18-də İsrail ordusu Həması əsir və girovları qaytarmaqla bağlı şərtləri yerinə yetirməməkdə ittiham edərək Qəzza zolağında hərbi əməliyyatları bərpa edib, Anklav ərazisinə kütləvi zərbələr endirib. Belə, hörmətli tamaşaçılar, həftə ərzində regionda və dünyada baş verən ən son yenilikləri sizin diqqətinizə çatdırdıq. Yenidən görüşmə ümidi ilə salamat qalın.